xeyirli olsun, əziz və dəyərli şagirdlər. İngilis dili fənni üzrə 4-cü mövzu sınaq imtahanı suallarına gəlin birlikdə nəzər salaq. İlk sualımızda düzgün sözü seçməyimizi istəyir. Burada məntiqi ardıcıllığa baxırıq. Morning və evening arasında olan söz. Morning səhər deməkdir, evening axşam deməkdir. Deməli, bizə günorta sözü lazımdır. Diqqət etsək variantlarımıza, afternoon, deməli, E variantı doğrudur. Night gecə deməkdir. Evening, axşam deməkdir. Midnight gecə yarısı, today bugün, deməli, afternoon doğru variant oldu. İkinci sualımıza məntiqi olaraq düzgün olmayan variantı istəyir. My friends are firefighters. Yəni, mənim dostlarım yanğın söndürənlərdir. Mənim dostlarım helmet dəbildə deməkdir. Yəni, bu başa taxılan əşyadır, belə deyək. Xüsusilə də motosiklet sürəndə başı qorumaq üçün istifadə olunur. Helmet bu, mənim dostlarım dəbilqətlər desək, bu məntiqsiz olar. Mənim dostlarım turistlər, mənim dostlarım hündürdülər, uca boydular. Mənim dostlarım güclüdülər. Deməli, uyğun olmayan variant helmets. Üçüncü sualımızda düzgün variantı istəyir numerativ sözlər. A bottle of, bir butulka, yəni bir şüşə, soda divan deməkdir. Bu uyğun olmaz. A bottle of soda, soda bilir ki, qazlı içki deməkdir. Bu ola bilər. Bottle of river, çay, bu axar çay nəzərdə tutulur, ola bilməz. Bir şüşə kağız ola bilməz. Bir şüşə stul ola bilməz. Deməli, soda düzgün variantımızdır. Dördüncü sualımızda səmada olmayan obyekti seçimdir. Stars, ulduzlar səmadadır. The moon, ay deməkdir. The sun, günəş. The clouds, bulutlar. Seas, dənizlər deməkdir. Bu isə səmada deyil. Düzgün olmayan, oyun adı olmayan variantı seçirik. Ping pong, stol üstü, tenis deməkdir. Sack race, kisə yarışı deməkdir. Jump rope, ip atlama oyunudur. Movie theater bu kinoteatr deməkdir, oyun adı deyil. Hopscotch təkdaş oyunu. Deməli, fərqli olan E variantıdır, hansı ki oyun adı deyil. Balıq adlarını seçək. Shark, köpək balığı, dragon, əjdaha deməkdir. Whale, balina, bunu da götürdük. Goat, keçi, rooster, horse. Deməli, 1-3 D variantı. 7-ci sualımıza baxırıq. Düzgün olan sinonimləri istəyir. Yaxın mənalı sözlər. Cafeteria, yeməkxana deməkdir. Birə, D uyğun gəlir. Alligator, timsah deməkdir. Crocodile uyğun gəlir. Plate, boşqab deməkdir. Diş, həmçinin boşqab mənası verir. City, şəhər deməkdir. Town, sinonim ola bilir. Deməli, D, B, C, A, D variantı uyğun gəldi. Düzgün olmayan variantı istəyir, baxaq, juice sözünün qarşısında nə işlədə bilmərik? A glass of juice deyə bilərik. A jar of, bir banka soq ola bilər. A cup of juice deyə bilirik. A glass of deyə bilirik. Bunlar bildiyimiz sözlərdir. A slice of dilim deməkdir. Bir dilim meyvə şirəsi deyə bilmərik. Çünki maye halında olanlar dilim sözündən işlənməz. Düzgün əks mənalı sözləri seçək. Cold, soyuq deməkdir. Əks mənalısı hot, B variantını götürdük. Fat, kök, şişman. Thin, arıq. Old, köhnə, new isə yeni. B, A, C, otur, D variantı. Fərqli olanı çıxın deyil. Baxaq variantlarımızda nə var? İlk diqqətimizi çəkən pizza, sandviç, hamburger, hot dog, bunların hamısı yiyəcəklərdir. Kitten isə pişik balasıdır. Deməli, fərqli olan budur. Məktəb ləvazimatı olmayan variant. Eraser, pozan deməkdir. Ruler, xətkeş. Crayon, rəngli karandaş. Backpack, çanta, bel çantası. Chips isə bildiyimiz chips. Bu isə yiyəcəkdir və məktəb ləvazimatlarına daxil deyil. Müsbət mənalı əlamət bildirən söz. Mad, bəli, çılğın, deməli, mənfi mənadadır. Angry, əsəbi. Kind, mehriban, şəfqətli, deməli, bu müsbətdir. Tired, yorğun, sərt, qərqin. C variantı düzgün variantımız oldu. Uça bilməyən canlını seçimdir. Parrot, tutuquşu deməkdir, uça bilir. Owl, bayquş deməkdir, uçur. Crow, qarğa deməkdir, uçur. Bat, yarasadır, uçur. Hen isə toyuq deməkdir, bu uça bilməyən quşlardandır. 14-ə baxırıq, düzgün yaxın mənalı
sözü istəyir. Hospital, xəstəxana deməkdir. Bunu have flows-la əvəzləyə bilirik, yəni D variantı. Fall, payız mənasında, deməli B variantından uyğun gəlir. Fall əslində düşmək mənası da var və yarpaqların düşməsi anlamında payızın sinonim kimi istifadə olunur. Shop, mağaza. Supermarket, bu da mağaza ifadə edir. C variantı. Present, gift, əlisi, hədiyyə mənası verir. Deməli, DBCA oldu D variantı. 15-də hava haqqında düzgün olmayan variantı seçək. Demək, hava necə ola bilər? Rainy, yağışlı ola bilər. Cloudy, buludlu ola bilər. Snowy, qarlı, sunny, günəşli. Silly isə axmaq, ağılsız anlamına gəlir. Deməli, C variantı uyğun deyil. Düzgün isim, sifət variantını istəyir bizdən. Yəni, ilk tərəfdə isim olması lazımdır. O zaman yummy, dadlı deməkdir. Bu sifətdir. Thin, incə, arıq, getdi. Tall, hündür, uca boy, bu da sifətdir. İkinci tərəfdə isə sifət lazımdır bizə. Pool, burada hovuz deməkdir. Uyğun gəlmir şərtimizə. Deməli, window, isim, nə, pəncərə. Yellow, necə, sarı, bu isə əlamət bildirir. Deməli, sifətdir. 17-cidə hansı cəmləndikdə fərqli olur? Son TH-dən bitənlərin cəmlənməsi S əlavə olmaqla olur. Flows, bu ərincək heyvandır, tənbəl heyvan, S. Flows. Mouth is S qəbullədir, mouth, have. Tooth isə kökdən dəyişir və teeth formasına keçir. Deməli, bunlar C variantı oldu. 18-ə baxırıq. Düzgün olmayan əs-mənalı sözlər variantını istəyir. Happy, sad, xoşbəxt və yaxud da sevincli, qəmgin. Bu əs-mənalıdır, yəni düzgündür. Boring, sıxıcı, interesting, maraqlı. Fast, sürətli, slow, asta, yavaş. Old, köhnə, new, yeni. Artist, painter isə hər ikisi rəssam deməkdir. Deməli, bunlar sinonimdir. Mürəkkəb olmayan sözü seçirik. Mürəkkəb olması üçün bilirik ki, iki sözün, iki ayrılıqda mənası olan sözün birləşməsini tapmalıyıq. Yəni, back, pack. Hər ikisinin ayrılıqda mənası var. Baby, city. Birthday, come, boy. Hər ikisi ayrılıqda işlənə bilir. Caterpillar isə mürəkkəb söz kimi görünsə də ayrılıqda mənası olmayan, yəni sadəcə uzun bir sözdür, yəni çox hərflərdən ibarət olan sadə sözdür. Fərqli olanı çıxırıq. Baxaq, variantlarda bizə nə verir? Plane, təyyarədir, train, qatardır, boat, qayıqdır, truck, yük maşınıdır. Deməli, bunların hamısı nəqliyyat vasitəsidir. Team is komanda deməkdir. Deməli, fərqli olanı da budur. Incorrect, deməli, həm isim, həm də fiil olmayan. Bilirik ki, bəzi sözlər var ki, məsələn, bət, mərc, həm də mərcə gəlmək. Bu həm isim, həm fiil ola bilər. Brush, fırça, fırçalamaq. Dans, rəqs, rəqs etmək. Watch, qol sağı və baxmaq mənası verir. Hide isə gizlənmək, gizlətmək. Bu yalnız fiil kimi işlənə bilir. Deməli, bunun isim mənası yoxdur. 22-ci suala baxırıq, fərqli olanı çıxın deyir. Sneakers, sandals, boots, shoes, bunlar hamısı ayağa geyinilən ayaqqabı növləridir. Məsələn, sneakers idman ayaqqabısı, krasovka dediyimiz, sandals, basanoşka dediyimiz, ayaqqabısı, boots, çəkmə, shoes, ayaqqabı, gloves isə ələ deyilən, əlcək mənasını verir. Həşərat olmayan variantı seçin deyir. Bir, arı deməkdir. Fly, milçək, ladybug, parabüzən, butterfly, kəpənək. Bunlar hamısı həşəratlar sinifə daxildir, belə deyək. Tiger isə məməllər sinifə aiddir, yəni pələng deməkdir, yəni bunlara daxil deyil. Fərqli olanı çıxın deyil, baxaq yenə nədir? Town, city, country, village, bunlar hamısı ölkə, şəhər, kənd, yəni məskən anlamını verir. Season isə fəsil deməkdir. Deməli, fərqli olan budur. 25-ci sualımıza baxırıq. Balaca heyvanı seçin deyir. Hippo, kərkədan deməkdir. Begemot, əslində begemot kərkədandır. Elephant, fil, rabbit, dovşan, bear, ayı, zebra. Zebra, deməli, burada balaca heyvan, rabbit olacaq, düzgün variantımız. Bu qədər.
İnanıram ki, bu izahımız da sizin üçün faydalı və xeyirli olacaq. İnşallah növbəti sınaqlarda görüşək.